Salam hörmətli izləyicilər. Bugün bir daha müştərimizin istəyinə uyğun olaraq sifarişimizi ünvanına təhvil vermək üçün göndəririk. İstədik sizlərlə də çəkib paylaşaq. Sizlər də öz fikirlərinizi bildirəsiniz məhsulla bağlı. Bu bir başqa bir yeni modelimizdir. Sonra əvvəlki çəkilişlərimizdə gördüyünüz kimi rəngli daşlarımızı sizlərə çəkib göstərmişdik. Yenidən müştərilərin sifarişinə uyğun olaraq bir daha hazırlamışıq. Bu dəfə isə Ruslan ustamızın əl işləridir gördüklərimiz. Ruslan ustamız çox böyük əmək sərf etmişdi bu işlərdə. Yəqin ki, çəkmiş əməyin bəhrəsində də görürsünüz. Salam Ruslan ustam. Necəsən qardaş? Axşamın xeyir. Maşallah çox möhtəşəm bir şey ortaya çıxartmışsan. Bu daşlar haqqında birinə fikir deyə bilərsən. Çox sağ ol, Allah razı olsun. Bu daşlar haranın daşlardır? Bunlar necə daşlardır? Bu hərəsi bir rəngdə. Maşallah. Bəli. Maşallah çox dəhşətli bir şeydir. Bunu həm yerə həm divara vurmaq oradan. Bu hara gedir məhsul? Elçin qardaşın sifarişi desən bana. Çox sağ ol, Allah səndən də razı olsun. Hər bir uşaqların işçilərin hər birindən Allah razı olsun. Çünki Ruslan usta ilə bərabər hər birinin burada əziyyəti var. Yəni tək işdə deyil bu. Çox çətin iş olduğuna görə başqa yoldaşlara da kömək edilmiş hamısına. Burada bildiyimiz ləpir daşlarıdır, addım daşlarıdır. Bundan qabaqçı çəkilişlərimizdə çəkilişdə göstərmişdik. O çəkilişlərdə qarışıq rənglər idi. Bu dəfə sifarişə beləncə verdiyinə görə, yəni tək rəng istədiyinə görə müştərimiz bu formada hazırlamışıq. Uzunluqları harasa 90, 1 metr, 1 metr 10 santıdır. Enlikləri 35-40 arası. Sizlərə də lazım olsa səhifədə nömrəmiz var. Zəng vurub əlavə məlumat ala bilərsiniz. Ruslan usta, sonda nə deyə bilərdin bizim izləyicilərimizə? Sağ ollaşaq. Hər kəsə bol ruzi arzulayıram. Allah hər kəsin ruzisini bol eləsin. Xeyirli işlər arzulayıram. Çox sağ ol, Allah səndən razı olsun.